çox mühüm məsələdir. Əhl-i Beyt maarifini cəmiyyətə təqdim eləmək müqəddəs işdir valla. Xoş olsun o insan alına ki, bu işdə kömək eləyirlər, bu işdə əllərindən gələn eləyirlər, Əhl-i Beyti tanıtmaq, tanıtdırmaq, maarifi ilə cəmiyyətimizi tanış eləmək müqəddəs bir işdir. Müqəddəs bir işdir. İmam Sadiqdən bir hədis deyimsə, Rəhməllah əbdən əhya əmrəna. Allahın rəhməti olsun o kəsin üzərinə ki, bizi ehya eləyirlər. Qoymurlar biz unudulaq, qoymurlar biz tarixdən, yaddaşından çıxaq, bizim maarifi cəmiyyətə izah eləyirlər, çatdırırlar, bizim buyruqlarımızı cəmiyyətlə tanış edirlər. Xoş olsun belə insanlarla Allah. Allah rəhməti olsun belə kişilərə, belə qadınlara. İmam dua eləyir. Sual verirlər, keyfə yuhyi əmrəkum. Necə dirirlər sizin buyruqlarınız, amalınız buyurur. Yətəalləmu ulumənə və yuallimuhən nas. Öyrənərlər bizim marifi çatdırarlar insanlara. Peki yolu bu. Öyrənərlər və çatdırarlar. Xoş olsun belə insanların halına. Allah bizləri də hamımızı onlardan qərar versin inşallah. Bizim də duamız budur. فَاِنَّ النَّاسِ يُعَلِّمُ مَحَاسِنَ كَلَامِنَا. İnsanlar bizim gözəl kəlmələrimizdən tanış olsa, لَتَّبَعُونَ. Bizim arxamızca gələrlər. Bizi dinləyərlər, bizə qulaq asarlar. Xoş olsun belə insanların halına. Ki bu yolda əllərindən gələni əsirgəmirlər. Və imamın duası onun üzərindədir. İmamın şəxsən duası belə insanların üzərindədir. Əli belə insanlar üzərindədir. Yaxşı.